5 mertebenin ışıkları görsen bak oradan üzübarek bu kasaba bu küçük. 10 dənə lampiska asma gücləri çatmır. O tərəfi də çəkiyorum, bu tərəfi də çəkiyorum. Buna da ne gidiyorlar? Qaradağ rayonu Səngəsal qəsəbəsi Dəmiryolçular küçəsindəyik. Bu vaxtı, bu saatlarda burada olmamızın səbəbi ərazinin real vəziyyətini göstərməkdir. Bəli, burada yaşayan sakinlər küçələrdə işığın olmamasından narazıdır. Kasaba bütün küçələr işıqlanıb, bir dənə bizim bu mahalle işıqlanmayıb. Axırıncı 5 mertebenin bu işıqlanıb bak. Buradan beri yoktu. İşıq lazımdır. Uşaqlarımız var, körpə uşaqlarımız var. Onun küçəni işıqlandırmaq lazımdır. Görürsünüz ha, bax o tərəfi də çəkiyorum, bu tərəfi də çəkiyorum. Çətindir, gəliş gedirik çətindir, qaranlıqdır. Körpə uşaqlar gedir, itlər, pişiklər, hamısı uşaqlar qorxurlar da. Qəsəbənin hamısına çəkilib bura qalıb. Dəfələrlə valla çıxmışam, şikayət eləmişəm. İşığımız beləncədir, bərbət oldu. Hər şey ola bilər. Biz də istəyirik ki, bizim səsimizi bütün məsələn eşitsinlər. Ağsaqqal adamım, gedirəm mağazadan siqaret almağa, özümlə cazı qalq axtarıram. Telefonun işığına yandıram ki, yıxılaram. Məhəllə işıq olsa nə olur, yaxşı olur da, dövlətin işığı da bu yanmalıdır. Çəkiblər ki, 2 stolbadan bir işıq asaq. Hər şey yaxşı olacaq. Hani heç nə həyata keçmir qardaş. Vallahi adam qabanadan gəlib bilmirsən qabaqdan gələn kimdir. Kim gedir, əlində görsən fənəri var, nə bilim zajqar qazı var. Buradan orada çox olsun, 300 metr olsun. 300 metrə 10 dənə lampiska asma gücləri çatmır. Həmin ərazi işıqlandırma idarəsi tərəfindən layihələndirilib. Səngəsal qəsəbəsində bir neçə küçəsi, Məmməd Yarov küçəsi, Dəmiryolçular küçələrinə yeni küçə işıqlarının salınması. Tenderdən sonra yəqin ki, yaxın günlərdə çəkiləcək. Səngəsal qəsəbəsinin işıqlı günlərə çıxacağından deyirlər az qalıb. Amma hələlik isə qaranlıq yollardan gedirik Abşeron rayonu Ceyranbatan qəsəbəsinə. Deyirlər orada da işıq yoxdur. Qaranlıqda getdik, qabağımıza müayinəyə çıxır, yoldur, işıqlandırma yoxdur, görmürük, qaranlıqdır. İşıqsızıq, işdən gəlirik, işə gedirik, səhər tezdən qaranlıqda gözümüz görmür, axşamlar bax küçəyə çıxa bilmirik. Ümumiyyətlə işıqlandırma sistemi tamamilə yox səviyyəsindədir. Qapılar var ki, açılır birbaşa mərkəzi küçəyə, yəni çətinlik çəkirlər bir sözlə qardaş. 15 ildir bu məhəllədə yaşayırıq, küçələrimiz bərbaddır, qaranlıqdır. Maşın idarə edən zaman bilmirsən qabağa uşaq çıxır axşam vaxtı. Yəni tormuz verməkdən bezmişik, çox təhlükəlidir. Məşqələdən gələn uşaqlarımız var, qışda hava tez qaralır. Maşallah ki, zamanlarımız da ki, elə bir trassa gedir burada. Ceyranbatan qəsəbəsindəki problemlə əlaqədar Abşeron rayon icra hakimiyyətindən bildirildi ki, Heydərli prospektində işıqların bərpası ilə bağlı işlərin görülməsi planlaşdırılıb. Hazırda yol kənarlarındakı işıq sistemlərinin rayon icra hakimiyyətinin balansına verilməsi prosesi həyata keçirilir. İşlər başa çatdıqdan sonra işıqlandırılmanın bərpası və təmin edilməsi üçün vəsait də nəzərdə tutulub.